Xırdalan şəhərində fəaliyyət göstərən 15 nömrəli körpələr və uşaq bağçasında Dövlət Bayrağı günü təntənəli şəkildə qeyd edildi. Təşkil edilən bayram tədbirində əvvəlcə körpə fidanlar əllərində üç rəngli bayraq sıra ilə keçid etdilər. Azərbaycanın dövlət himni səsləndirildi. Tərbiyəçilərin və uşaqların iştirak etdiyi tədbirdə çıxış edən Xırdalan şəhər 15 nömrəli körpələr və uşaq bağçasının müdiri Mətanət Novruzova bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanı ilə 9 noyabr Dövlət Bayrağı günü kimi dövlət səviyyəsində hər il qeyd olunur. Üç rəngli bayrağımız qürurumuz və iftixar mənbəyimizdir. Bayraq dövlətin müqəddəs rəmzi, dövlətçiliyin önəmli atributudur. Mətanət Novruzova bayraq haqqında deyilən ifadələrə də diqqət çəkdi. Müqəddəs bayrağımız öz təntənə məqamına zirvə anına qovuşana qədər çox zillətli aşırımlar atladı. Mülki mücadilə və mübarizə mərhələsini keçdi. Bayraqları bayraq edən üstündəki qandır, torpaq əgər uğrunda ölən varsa vətəndir dedi. Daha sonra söz bağçanın körpələrinə verildi. Bayram tədbirində uşaqların hazırladıkları müxtəlif bədii kompozisiyalar nümayiş etdirildi. Fidan balalar bayrağa, vətənə həsr edilmiş şeirlər söylədilər. Onu hər gördüyümdə düşmən təbdağın altında qalmış torpaqlarımızda üç rəngli bayrağımın dalgalanmasını da düşünürəm. Başımın üstündə bayrağım dalgalanırsa, mən niqarlıyam, ucadan ucayam. Arzum budur böyüyüm, şanlı vətəni torpaqlarına xilas edir. Yaşayın hepinizə, Sonra uşaqlar üç rəngli bayrağımızı öpərək vətənimizə layiqli övlad olacaqlarını and içdilər. Nizami Rəsulov, Kamil Quliyev, Dünya TV.